وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Sual varsa verin. Esselamu aleyküm. Aleyküm salam. Allah size bereket versin. Yine elhamdülillah Allah müvəffəq elədi ki, Ramazan biri bizimlə yenə oturduk. Elhamdülillah. Allah size bereket versin, faydalı olsun. Amin. Şeyh demək, bəzi məscid imamları üzdə təravih qılmasalar da gizlində öz cəmaatlarına deyirlər ki, oruç tutun, amma sabahdan qılacaq təravih. Bəyan eləməyin, amma orucda olur. Yəni, hansı ki, rəsmi imamlardır, təyin olunurlar. Belə eləmək, bu xuruc sayılır hakimiyə qarşı yoxsa yox. Bir də ki, belə eləmək icazəlidir yoxsa yox. Gizlincə oruç tutmaq. Əslində imam nümunə olmalıdır da. İmam öz sözlərlə, öz hərəkətlərlə göstərməlidir ki, bax, belə olmaq lazımdır, belə mövqe olmalıdır, belə o mövqe olmaz. İmam da əgər görürsən belə danışırsa, o imam artıq problemdir də. Ya ola bilər, cahildir, bilməyir. İnsan bilməyə bilər, bilməsə heç də olmaz, yəni eyb deyil. Lakin bilə-bilə eləmək o problemdir. Ona görə var belə imamlar var da, neyniyəsən? Neyniyəsən? Allah islah eləsin, hidayət versin. Vəssalam. Yəni, əslində bu sənin hikmət var burada, böyük məna var. O hər adam tuta bilməyib. Görsənirdi onların danışıqlarında və s. Görürsən, əsas mənanı tuta bilməyiblər, məqsədi bilməyiblər. Nədir? Aydındır. İnatkarlıq eləyiblər, deyiblər ki, yox, Allah Teala deyib ki, belədir, qutardı. Eynən xavariclərin mənhəci. Şeyh, Allah sizə bərəkət versin. Allah razı olsun. Şeyh, ayın 19-u oruç tutur qardaş. Hə. Gedib Saudiyada bayram düşür belə ki, Ramazan 29 günə. Azərbaycanla tutduğuna görə 28 gəlib düşərsə, orada bayram etməlidirmi? Orada bayram edəcək onlardan, sonra bir gün tutacaq. Şəvvalda bir gün tutur. Hə, çünki Ramazanın orucu. Ne üçün? Çünki ay ya 29 olur, ya da 30. Və ya əksindir. Tutub bir ölkənə, bir yerdə. Sonra gedib səfərə. Səfərə gedəndə başqa ölkəyə, onlarda bayram gecikib, bu əgər o günü də tutsa onlardan 31 olacaq. Onda tutmur. Tutmur, 29 ya 30 olur axı. Tutmur, lakin bayramı onlarla eləyir. O belə vaxtı, belə olanda tutmursan. Aydındır. Allah razı olsun. Amma 29-sa, 30-sa, əlhamdülillah, məsələ genişdir. Cəmaata müxalif olma. Şeyh, bir də bu qəza qalıbsa, Ramazandan da qəza. Hə. Ramazanı bu başa vurdu. Şəvvalı başlamalı, yoxsa Ramazanı tutarıb sonra Şəvvalı? Yox, qəzaları bitirsin, sonra şəvvalı tutsa, çatdıra bilsin, bu daha yaxşıdır. Əgər qəzası azdırsa. Allah Hə. Və ya məsələn, tutaq ki, görürsən, qadındır, 2 il tuta bilməyib oruc, hamiləyə görə, süd verməyə görə və ya 3 il. 30 gün, bir ay, ümumiyyətlə, 30, yox, 90 gün qəzası var. Yavaş-yavaş tutar, yavaş-yavaş tutar. Şeyh, yedizdirmək icazəlidir. Yedizdirmək nə vaxt olur? O vaxt ki, tuta bilməyəcək. Məsələn, xəstələr hansı ki, xronikdir və ya yığılıb, məsələn, qadında tutaq ki, çox yığılıb, var ələrək. Ki, yedirə bilər, əgər tuta bilməsə. Amma tuta bilərsə, tutmaq əfsəldir. Aydındır.